Gəlin hakimlərin dərin hisslərinə keçək. Elə olur ki, soruşurlar, hakimlər terapiyaya gedirmi? Bəzən gedirlər. Bunlar ağır insanlardır, şübhə hər yerdədir. Bunlardan hər şeydə şübhə var. Hakimlərlə işləmək çətindir. Hər insan ona kömək ehtiyacı olduğunu qəbul etmirsə, onda nə? Kim ondan daha çox bilə bilər ki? Hakim hər şeydən şübhələnən insandır. Bəlkə düz deyil, bəlkə səhvdir, bəlkə mən yanılıram, bəlkə indi hər şey dağılacaq. Ona görə hakim həmişə gərgindir. O yaşamır, o həyatı səhv axtarışı yoxlayır. Hakimin içində dayaq yoxdur. Ona görə o bilməlidir kim haqlıdır, kim günahkardır, necə doğrudur, nə olmaz. Hakimin terapiyasının çətinliyi də buradadır iminən. Ona kömək lazım olduğunu qəbul etmək çətindir. O deyir, o düşünür ki, məndən daha çox kim bilə bilər ki, heç kəs. Hakim üçün həyat belədir. Yəni ümumiyyətcə hakim olan insanlar, təbiətcə hakim olan, mühakimə edən insanlar, onlar yəni ki, mən yaşamıram, amma haqlıyam tendensiyası ilə yaşayırlar. Hakim spontanlığı, səhvləri, impulsu, həzzi, canlılığı həm özündə, həm də başqalarında inkar edir. Hakimə özünü inkar etmənin çölə atılmış formasıdır. Hakim həyatını, özünü inkar edir. Hakim əslində həyata qarşıdır. Şüurlu şəkildə yox, bədən səviyyəsində həyata qarşıdır. Çünki həyat məntiqsizdir, proqnozlaşdırılmazdır, qeyri-müəyyəndir, ziddiyyətlidir. Hakim isə istəyir qayda, aydınlıq, düzgünlük, izah edilə bilənlik. Ona görə də reallıqla hər təmas zərbəlidir. Bu cümlələr hakimin markerləridir. Belə necə ola bilər axı? Bu ümumiyyətlə necə mümkündür? Axı belə olmamalıdır. Amma bu artıq var, bu artıq baş verib, həyat icazə istəməyib. Və hər dəfə reallıq boğur, sındırır, qəzəb yaradır, utanc yaradır. Çünki hakim illüziyada yaşayır, reallıq isə onu durmadan dağıdır. Hakim qaçan insandır. O dayanmır, o qaçır. Nədən? Özündən, öz istəklərindən, öz zəifliyindən, öz impulslarından, öz kölgəsindən. Qaçmaq nəzarət formasıdır. Dayansan eşidiləcək. Praktika. İndi izah olmadan bəzək düzəlsiz. Özün üçün yaz. Birinci, mən özümün nəyini inkar edirəm. İkinci, mən nədən qaçıram. Üçüncü, özümə qarşı ən çox nəyi mühakimə edirəm. Başqalarında yox, özündə. Başqalarında mühakimə etdiyin ikincidir. Əsas olan özünə yaşamağı qadağan etdiyindir. Adi bir hakim sinəsinə vurur. Hekayələr danışır ki, o Mad Terezadır, Ana Terezadır. Tereza anadır. Hakim əslində özü üçün də, yaxınları üçün də, uşaqları üçün də kifayət qədər toksik insandır. Bütün bu insanlardan parazit kimi istifadə edir. Şuuru ağırdır. Hakim açıq-aşkar yaddardır. Adətən sual verirlər ki, Tereza ana olmaq olar. Ümumiyyətlə, Tereza ana olmaq pis deyil. Amma başqalarını çox da mühakimə etməmək lazımdır. Əgər sən həyatını başqalarına həsr edirsənsə, əgər burada mən həyatımı başqalarına həsr edirəm sözünü istifadə edirsənsə, bu sözü istifadə edirsənsə, həyatını başqalarına həsr edən insan nə edir? Öz həyatını, hədiyyəsini dəyərsizləşdirir. Deyim, hakim sinəsinə vurur. Danışır ki, güya o Tereza anadır. Ki o başqaları üçün yaşayır, güya o hər şeyi insanlar üçün edir. Tez-tez verilən sual, bəs Tereza ana olub başqalarını mühakimə etməmək olar? Cavab sadədir. Onda sən özünü mühakimə edirsən. Əgər insan deyirsə, mən həyatımı başqalarına həsr etmişəm, o nə edir? O öz həyatını dəyərsizləşdirir. Həyatı başqalarına həsr etmək, öz həyatını özün üçün yaşamağa yetərincə dəyərli saymamaqdır. Bu müqəddəslik deyil, bu utancdır, təmiz, çılpaq, bəzəksiz şəkildə utancdır. Utanc haqqında mən öncəki videolarda danışmışam. Mən deyəndə ki, başqaları üçün yaşayıram, əslində bilirsiz nə deyirəm? Onu deyirəm ki, mənim həyatım kifayət qədər dəyərli deyil. Mən özümü inkar edirəm, mən özümü silirəm və bunu qəhrəmanlıq adı altında gizlədirəm. Ona görə də Tereza ana olmaq problem deyil. Problem odur ki, bunun arxasında sevgi yox, utanc dayanır. Ana Tereza olmaq seçimi olanda yox, özünə qarşı zorakılıq olanda problem yaranır. Ən çətini də budur ki, qəbul etməkdir ki, hakim toksik insandır. Özü üçün, yaxınları üçün, uşaqları üçün. O parazitlik eləyir. Əxlaqın üzərində, düzgünlük üzərində, qurbanlıq üzərində. Onun şüuru ağırdır. O həqiqətən də qəddardır. Pis olduğu üçün yox, sınıq olduğu üçün. Biz yazırıq, özümüzdə nəyi inkar edirik, ya da başqalarında nəyi mühakimə edirik. Vur tut plus minus bu həmişə eyni şeydir. Və burada vacib bir məqam var. Hakim ya mühakimə edir, ya da özünü qurban verir. Çox vaxt isə hər ikisini inanda edir və hər iki variant həyatla bağlı deyil. Həyatdan imtina ilə bağlıdır. Heç kimi mühakimə etmək lazım deyil. Özünü də mühakimə etmək lazım deyil. Sadəcə görmək lazımdır və müqəddəslik adı altında özünə yalan danışmağı dayandırmaq. Hakim çox hakimiyyət pərəstdir. O hakimiyyəti sevir. Özünü yuxarıda hiss etməyi sevir, özünü təsdiqləməyi sevir, mühakimə etməyi sevir, cəzalandırmağı sevir və ən vacibi ona cəzadan aldığı zövq xoş gəlir. Hakim intiqamı sevir. O bunu ədalət adlandıra bilər, həqiqət deyə bilər, biri olmalıdır deyə bilər. Amma içəridə bayram var. Mən haqlıyam, sən günahkarsan. Hakimdə hər şey ədalətli olmalıdır, amma bu ədalət onun qaydalarına görədir. Onun başındakı qaydalara görə. Qara qaradır, ağ-ağdır, bir addım kənara cəza. Hakim ədalətin zəfərindən ləzzət alır. Kimsə layiq olduğunu alanda, o düzünü desə zövq alır. Vacib bir məqamdır. Biz iç hakimimizi, özümüzü, yəni mühakimə etmək üçün analiz etmirik hakim kölgəsini. Hakimin üstündə bir də ikinci hakimi qoymaq üçün yox.
Bu prinsipial məsələdir. Biz hakimi analiz edirik ki, ondan çıxaq. Hakim təvazökarlığı qınayır, amma özü nümayişkardır. O belə görünməyi sevir, düzgün, mənəvi, bilən, mən başa düşürəm axı. Belə görünməyi sevir. Və eyni zamanda onun içində zəhərli xırdalıq var, çirk var, çirkata. Məişət hakimləri var, tiran hakimlər var, şikəst edən hakimlər var, öldürən hakimlər var. Və öldürmələr də yəni bundan doğulur ki, mən hakiməm, bu ideyadan doğulur ki, mən hakiməm, mənim haqqım var, mən cəzalandırıram, mən ədaləti bərpa edirəm. Hakim bərabərdir ideya ilə əsaslandırılmış zorakılığa. Hakim bərabərdir həyatın yoxluğuna. Hakim həyatın yoxluğudur. Hakim elə bir insandır ki, o hiss etmir, yaşamır, eşitmir. O həyatın içində deyil, o həyatın üstündədir. Əlində çəkic özdə. Bu insanlar qorxuludur. Ona görə yox ki, pisdirlər. Ona görə ki, içləri boşdur. Orada canlı heç nə yoxdur. Orada qaydalar var, orada nəzarət var, orada hakimiyyət var. Və yenə əsas açar. Biz hakimi parçalayırıq, yəni müzakirə edirik, özümüzü cəzalandırmaq üçün yox. Utanç üçün yox, mənəviyyat dərsi üçün yox. Biz bunu edirik ki, geri qaytaraq. Həyatı, azadlığı, həcmi, insanlığı. Çünki harda hakim varsa, orada həyat yoxdur. Hakim kök kölgədir. Artıq başa düşdünüz. Hakim kök kölgədir. Hər kəsdə var. Hər kəsdə var. Fərq yalnız onun nə dərəcədə ifadə olunmasındadır. Biz onu insanlarda daim görürük. Sadəcə kimdəsə fon kimidir, kimdəsə bütün şəxsiyyətdir. Hakimin ən dərin hisslərindən biri həyatın yoxluğudur. Bu yorğunluq deyil, bu depressiya deyil. Bu həyat axınının olmamasıdır. Və daha üç əsas hiss: utanç, günahkarlıq, borc hissi. Belə bir sual yarana bilər sizdə. Bəs cinayəti qınamaq hakimlikdir. Məsələn, pedofiliyanı qınamaq hakimlikdir. Cavab xeyr. Pedofiliya cinayətdir. Bu pozuntudur, bu zərərdir, bu obyektiv olaraq yanlış hərəkətdir. Və burada qarışdırmamaq çox vacibdir. Hakim fərqləndirmə haqqında deyil, hakim ilişib qalmaq haqqındadır. Çünki bu dünyada hər şey baş verir. Zorakılıq, qəddarlıq, dəhşət, bu faktdır, bu reallıqdır. Və burada əsas məqam var. Niyə? Kimsə bununla yaşamağa gücü çatır. Kimisə isə bu kimi şeylər yaşamağa imkan vermir. Niyə bir insan bəli görür, bilir, anlayır, bacardığı qədər hərəkət edir və həyata davam edir. Digəri isə bunun içində qaynayır, boğulur, yuxusu itir, həyatı itir. Çünki hakim olan kəs bu cür şeylərin mövcudluğuna dözmür. Yaxşı olduğu üçün yox, reallığa dözə bilmir. Reallığa dözə bilmədiyi üçün. Hakim içəridə qışqırır, bu olmamalıdır, belə ola bilməz, bu yanlışdır. Amma bu artıq var da, bu artıq var. Və bununla hər toqquşma psixika üçün zərbə kimidir. Güclü hakimi olan insan reallığı yaşamır. O reallıqla müharibə aparır. Amma reallıqla müharibədə qalib gəlmə mümkün deyil. Yetkin mövqe, yəni pis cinayət hadisəsinə və yaxud da zorakılığa haqq qazandırmaq deyil. Bu onun mövcudluğunu tanımaqdır. Mən hərəkəti hansısa bir hərəkəti qınaya bilərəm. Onu cinayət adlandıra bilərəm. Sərhədləri qoruya bilərəm, hərəkət edə bilərəm və eyni zamanda özümü daxildən dağıtmaya bilərəm. Hakim isə özünü dağıdır içdən. Çünki o dünyanın başqa cür olmasını istəyir, insanların başqa cür olmasını istəyir, həyatın onun qaydalarına uyğun gəlməsini istəyir. Amma həyat uyğun gəlmir. Və buradan xroniki qəzəb, gücsüzlük, nifrət, belə yaşamaq mümkün deyil hissi. Fərq məhz buradadır. Nəprimer hərəkəti qınaya bilərik, nəyisə cinayət adlandıra bilərik, görüb və qəbul edə bilərik. Bu həyat deməkdir. Amma hakimlik həyatın inkarıdır. Və insan daxildə hakim kimi yaşadığı müddətcə o yaşamır, o mübarizə aparır. Bunlar isə eyni şey deyil. Demək ki, hakimlik əvəzinə, utanc əvəzinə, borc və günahkarlıq əvəzinə nə? Əlbəttə ki, icazə. Hakim qadağan edir, canlı insan icazə verir. Nəsə edən insan qadağan etmir, özünə icazə verir. Özünə qadağa qoyan insan həmişə başqalarına da qadağa qoyacaq. Bu dəmir qanundur. Hər dəfə utancla qarşılaşanda orada hakim oturur. Utancda hakim var həmişə. Və burada bir şey dürüst görmək vacibdir. Hakim sənsən, nə anan, nə atan, nə cəmiyyət. Onlar prosta sənin güzgündür. Amma indi o sənin içindədir. Bir daha hakimi hərəkətə gətirən, təhrif olunmuş ədalət hissi, təhrif olunmuş cəzalandırma ehtiyacı özünə və başqalarını, təhrif olunmuş cəzadan həzz, qaydalara təhrif olunmuş inam, güya xaosdan qoruyan qaydalar. Hakim istəyir ki, hər şey xəttkeşli olsun, təlimata uyğun olsun, düzgün olsun, nəzarət altında olsun və pozuntuya görə cəza olsun. Amma həyat məhkəmə deyil, insan isə funksiya deyil və buna görə çıxış yolu bir dənədir. Nə mübarizə, nə inandırma, nə özünü haqlı çıxarma, icazə, sadəcə icazə. İcazə vermək fərqli olmağa, icazə vermək səhv eləməyə, canlı olmağa, yanılmağa, istəməyə, yoxlamağa, uyğun gəlməməyə, qadağa yerinə icazə. Çünki icazənin olduğu yerdə hakimin işi yoxdur, o acından ölür. Və hər dəfə özünü utancda tutanda özünə tək bir sual ver. Mən indi özümə nəyə qadağan edirəm? Və dərhal aydın olacaq, burada sükanı kim tutur? Beləliklə, birincini fiksə edirik. Qadağa bərabərdir cəza, həmişə. Qadağa cəzanın formasıdır. Mənim haqqım yoxdur, mənə olmaz, mən beləykən, bunu etmişkən yaşamağa, sevinməyə, xoşbəxt olmağa haqqım yoxdur. Bu hakimin cəzalandırıcı məntiqidir. Bizim vəzifəmiz cəzanı icazəyə çevirməkdir. Bam,
dönüş. Praktika eləyək. Bir konkret anı xatırla. Bir dənə siyahı yox, bütün həyat yox, bir hərəkət, bir qərar, bir seçim və ya özündə bir keyfiyyət. Hansına görə sən özünü uzun müddət qınayırsan, cəzalandırırsan, alçaldırırsan, borclu saxlayırsan, borclu çıxardırsan, mənim haqqım yoxdur deyirsən, nümunələr, например, kökən sevgiyə haqqım yoxdur. Bunu etdikdən sonra xoşbəxt olmağa haqqım yoxdur. Belə xarakterlə sevinmək olmaz. Hər şeyi korladım deməli əziyyət çəkməliyəm. Ağıllı olanı yox, doğrudan da ağrıdanı götürün. Xatırlam, hardaydın, nə hiss edirdin, içində nə baş verirdi, o anda özün haqqında nə qərar verdin və ən vacibi özünə hansı qadağanı yazdın. Yəni qadağa həmişə var, sadəcə çox vaxt şüursuzdur. Bədənə keç, indi diqqət bədənə. Özündən soruş, bu hiss indi hardadır? Sinə, boğaz, qarın, kürək, ayaqlar, qollar. Bədən cavab verirsə deməli düzgün yerdəsən. Hiss edə bilərsiniz nəsə ağırlıq, sıxılma, geymə, düyün, təzyiq, boşluq, istənilən bədən siqnalı uyğundur. Dil hisslə təmas edirik, qaçmırıq, sağaltmırıq, aradan qaldırmırıq, hissin içinə giririk. Zehnində diqqət ora yönəlibdir. Səni görürəm, səni hiss edirəm. Mən buradayım. Bu hissdə 10-20 saniyə qal. İndi əsas məqam. Bu hissdən soruş. Səndə burada nə qadağandır? Sənə qadağan olunub ki, sən düyün kimi qalmısan, keymə kimi varsan məndə, ağrılısan, sıxılırsan. Cavab gələ bilər sözlə, şəkil kimi, cümlə kimi, hiss kimi. Düşünmə, birinci gələn odur. Cavabların nümunələri belə gələ bilər. Sənə xoşbəxt olmaq olmaz, sən sevinə bilməzsən, sən ödəməlisən, sən pissən, sən rahat yaşamağa haqqın yoxdur. Bu hakimin hökmüdür. Ən vacib hissə dönüş. İndi biz hakimlə mübahisə etmirik, sübut etmirik, özümüzü haqlı çıxarmırıq. Biz icazə veririk. İçində sakit, möhkəm, pafıssız de. Bəli, mən belə etdim, beləyəm və mən özümə yaşamağı icazə verirəm. Mən özümə sevinməyə icazə verirəm. Mən özümə zövqü icazə verirəm. Mən özümə xoşbəxtliyə icazə verirəm. Buna baxmayaraq, olanlara baxmayaraq mən özümə icazə verirəm. Yenidən diqqət bədənə bax. Nə dəyişdi? İsti oldumu, yumşaldımı həmin yer, genişləndimi, yoxsa sadəcə başqa cür oldumu? Hətta dəyişiklik çox kiçikdirsə belə, bu cəzanın içindən çıxışın başlanğıcıdır. Bu məşq özünü başlamaq üçün deyil, yəni bu praktika. Anlamaq üçün deyil, yaxşı olmaq üçün deyil, bu hökmü ləğv etməkdir. Öz hökmünlə oturduğun həbsxanadan çıxmaqdır və bu çıxış icazə ilə başlayır. Əllərini indi istinin olduğu yerdə saxla. Əgər istilik gedibsə, sadəcə yenidən ovucularına qoy. Əllərin hara getməli olduğunu bilir. Səsimi dinləməyə davam et. İndi bunu eşitmək vacibdir. Nəticələr cəza deyil. Nəticələr həyatdır. Həyat cəzalandırmır. Həyat qisas almır. Həyat sadəcə reaksiya verir. Sən seçim etdin, dünya cavab verdi. Oxumadın, bilik yoxdur. Qayğı göstərmədin, insanlar getdi. Xəyanət etdin, etibar etdi. Qurmadın, heç nə qurulmadı. Bu hökm deyil, bu faktlardır. Bu faktlarla işləmək olar. İndi fərqi hiss et. Cəza o vaxtdır ki, sən özünə deyirsən, mən pisəm, əziyyət çəkməliyəm, mənə yaxşı yaşamaq olmaz, sevinməyə haqqım yoxdur. Qərar isə belə səslənir. Bəli, nəticələr var və mən onların öhdəsindən gələcəm. Cəza məsuliyyət deyil. Cəza məsuliyyətdən imtinadır. Çünki cəzada sən donursan, hərəkətsiz qalırsan, heç nəyi dəyişmirsən, özünü döymələ yaşayırsan, ölü nöqtədə olursan, bu hakimin xoşuna gəlir. Amma həyat üçün ölüdür. Məsuliyyət isə hərəkətdir. Məsuliyyət belə səslənir. Bəli, mən bunu etdim, bəli, nəticələr var və mənim onların öhdəsindən gəlməyə gücüm də var. İndi bunu özünə yavaş-yavaş təkrarla. Mənim gücüm var. Mənim imkanlarım var, mənim azadlığım var, mənim gücüm var. Mənim gücüm var seçimlərimin nəticələrini həll etməyə və dəyişməyə. Özünü nə qədər çox cəzalandırsan, bir o qədər günahkarlıq artır, utanc artır, borc hissi artır, inkişaf azalır, məsuliyyət azalır. Cəzalandırmaq səni yaxşı etmir, səni iflic edir. Çox vaxt insan qərar vermir. Çünki özünü cəzalandırmaq istəyir. Əgər əziyyət çəksəm, günahımı yuyaram. Amma həyat belə işləmir. İndi əllərin hələ də bədəndəykən özünə sakit, amma aydın de. Mən artıq cəzanı seçmirəm. Mən qərarı seçirəm, mən həyatı seçirəm, mən irəli getməyə özümə icazə verirəm. Və hiss et. Hətta çox zəif hiss olunsa belə bu artıq çıxışdır. Biz burada özümüzü haqlandırmırıq. Biz burada hökmü ləğv edirik. İndi bir daha o hadisəyə qayıdın, o seçimin içinə və ucadan deyil. Beyninizdə yox, səsli. Bəli, bu mənəm. Bunu mən etdim, bunu mən seçdim, bu qərarı mən verdim, bu baş verdi və belə də olur. Bu mənim bir hissəmdir. Özünü haqlandırma, izah etmə, sadəcə faktı qəbul et. Fakt hökm deyil, fakt dayaqdır. İndi bunu görmək vacibdir. Daxili hakim cani deyil. O dəhşətli dərəcədə yaxşı olmaq istəyir. O buna hazırdır. Yəni ki, dözməyə, əziyyət çəkməyə, özünü cəzalandırmağa, sevinci məhv etməyə hazırdır. De ki, sonda bunu eşitsin. Sən düzgünsən, sən yaxşısan. Xahiş edirəm, məni sevin. Bu güc deyil, bu tərk edilmə qorxusudur. Hakim başqalarını mühakimə edir, amma içində ölümcül dərəcədə qorxur özünün mühakimə olunmasından. Ona görə də birinci hücum edir, ona görə də sərtdir, ona görə də qətidir. Başqalarına yönələn hər tənqid əslində bu cümlədir. Mən elə deyiləm, mən daha yaxşıyam, mən düzgünəm. Əlbəttə ki, bu uşaq arzusudur.
instinktivdim, çılpaqdım. Atılmamaq üçün yaxşı olmaq arzusu. Və burada tələb var. Hakimə elə gəlir ki, özünü cəzalandırmaq xilas yoludur. Ki, əgər mən kifayət qədər əziyyət çəksəm, kifayət qədər özümü alçaltsam, kifayət qədər özümü məhdudlaşdırsam, onda nəhayət sevgiyə layiq olaram, amma əksinə baş verir. Hər cəzadan sonra hakim özünü daha da günahkar hiss edir. Hər cəzadan sonra o düşünür, əgər özümü bu qədər cəzalandırıramsa, deməli mən həqiqətən pisəm. Yəni bu kimi şey bir ilmə kimidir, sıxılır, nəfəsi kəsir, boğur, yaşamağa imkan vermir. İnsan həyatı nəfəs almadan yaşayır. Hakim həyatı nəfəs almadan yaşayır. İndi çox acı bir an, yenidən əlinizi bədənin cavab verdiyi yerə qoyun və deyin, mən səni görürəm. Mən görürəm ki, sən yaxşı olmaq istəyirsən, mən görürəm ki, sən qorxursan, amma mən artıq sevgi qazanmaq üçün özümü boğmayacağam. Biraz sükut, bu sözlərin içəridə necə səsləndiyini hiss edin. Yadda saxlayın, sevgi qazanılmır. Sevgi cəza ilə əldə edilmir. Sevgi özün olmağa icazə verilən yerdə başlayır. Yaxşı olmaq yox, düzgün olmaq yox, canlı olmaq. Və çıxış məhz buradan başlayır. Hakimlə mübarizədən yox, onu məhv etməkdən yox. Bu cümlədən mən artıq sübut etmirəm ki, mən yaxşıyam, mən özüm olmağa icazə verirəm. Və bu andan etibarən ilmə yavaş-yavaş boşalır. Dərhal yox, kəskin yox. Yavaş-yavaş. Hava gəlməyə başlayır. Diqqəti sinə qəfəsinə yönəldin, diqqəti ora qoyun, analiz etməyin, sadəcə nəfəs alın. Yavaş nəfəs al. Yavaş nəfəs ver. İndi nəfəs alarkən təsəvvür edin ki, içinizə həyatın dadlı havasını alırsınız. Sadəcə hava yox, yaşamağı ləzzətli olan həyat, içində olmaq istədiyiniz həyat, sizə icazə verilən həyat. Elə bir həyat ki, orada olar, olmazdan çoxdur. Nəfəs al, bu dadı hiss et, sinənin necə genişləndiyini hiss et. Sanki həyat sənə deyir, mən buradayam. İndi nəfəs ver. Və nəfəs verərkən, nəfəsi buraxarkən ağırlığı, qadağaları, sıxılmanı, mühakiməni, utancı burax. Sıxan hər şey, nəfəs almağa imkan verməyən hər şey sadəcə çıxsın, mübarizəsiz, zorlamadan və içində yumşaq və dürüst şəkildə özünə de. Səni sevməyim üçün artıq özümü cəzalandırmaq məcburiyyətində deyiləm. Davam et. Mən səni sevirəm, mən səni hiss edirəm, mən səni qəbul edirəm, mən səni görürəm. Həmin o düyünçə, ağrılı, bloklanmış, yəni yerə biz deyirik də bu sözləri. Mən səni sevirəm, mən səni hiss edirəm, mən səni qəbul edirəm, mən səni görürəm. Mükəmməl kimi yox, düzgün kimi yox, canlı kimi. Əgər indi özünü qucaqlamaq istəyi yaranırsa et. Və bu təmasda biraz qal. Sözsüz, tapşırıqsız, sadəcə təmasda sakitcə qal. Qoy bu hal sənin yeni daxili kompasın olsun. Cəza yox, icazə, utanc yox, nəfəs, hakim yox, həyat. Çıxış nəfəsdən və icazədən keçir.